Hər birinizi salamlayıram kanalımıza və videomuza. Xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi bugün sel videolarına baxırıq. Sel videolarına dedikdə bu yaxınlarda güclü yağışlar olub. Allah uzaq eləsin. Amma ki Allah uzaq eləsin deyir, həqiqətən də yaxın oldu. Necə TikToka girmək olmurdu. Ancaq sel videoları paylaşıblar. Leysan harası zərər verib, nə bilim, nə edib. İndi onu izləyəcəyik sizlərlə birlikdə. Hansısa obyektlər falan, evlər su altında qalıb. Hətta cəmaət yatan yerdə evlərinə su gəlib girib. Deyəcəkdim ki, like at, abunə ol. Cəmaət deyəcək ki, bu nə hayda, biz nə hayda. Dayı balıq tutur. Qardaş salam. Salam atam, salam. Nəsə var bura? Nə bilim gözləyirik də, indi atmış. Balıq var görəsən həqiqətən burada, yoxsa video xətrinə eləyiblər belə. Balıq olana oxşamır ha. Tərvazdan su necə girib içəri. Allah uzaq eləsin, həqiqətən deyirəm. Çox pis şeydir. Yəni qarşısını almaq da çətindir ha bunun. O suyun içində valla balıqdan başqa hər şey var bu dəqiqə hal-hazırda. Keçdik ikinci videomuzu izləyək. Zibobombes. Aha, qaqaş əlləri üstə gedəcək. Gözə getdi qaqaş. İnanın qaqaş gözə getdi. Bəxtini yoxladı ən azından. Amma su çox pis də yolda yəni. Elə yaxşı ki, Güney butikdir, nədir? Paltar dükanıdır, nədir? Elə yaxşı ki, hündürdədir, yəni su girməyib içinə. Qaqaş da yaxşı qutardı ya, amma boynu falan sınmadı. Сейчас очень leysan, сейчас начинается... Təkərin üstündə gedir belə, nədir o? Müasir gəmi. Ay qaqa, o arxada bir dənə sementlərə falan baxın. O daş kimi olacaq, inanın mənə, yəni ki, suyun altında qalan sement necə olur? Cəmaatın əziyyəti getdi, hayf. Скувайте, пожалуйста, сейчас ildırım çakır. O düşər suyun içinə falan ha. Özünü gücünə idarə eləyir. Təkər də dayana bilmir suyun içində. Ayaq üstə dayandı. Halaldır, halaldır. Mən olsaydım indi çoxdan gecə 40 dərəcə qızdırma. Oha, uşaqlar dərsi gedirlər deyəsən, nədir? O axşam hazırdı 40 dərəcə qızdırma. Ay qaqa, suya bax bir dənə dizdən deyə, belə su olar. Bu su yığıb yığışdırmaq olmaz bu suyu yəni. Uşaqlar necə gəzirlər? Hələ arkada başına zontik taxan qaqaşa baxın. Daha İstanbulsan da qaqaşı zontik tutmağın nə mənası var? Bizə getdi, pərvizin apardı. Dayılar bəxtlərini sınırlar. Bir dənə baxın. Bu nə, yəni su gediləsi şey deyil axı. O suyu məncə sorma ilə falan, kanalizasiya turbalarından falan çıxarmaq olar. Nə bilim, bunun çarəsi nədir görəsən, bu suyu çarəsi ancaq. Yayda yağmır gəlir axırda cəmaət yaxşı iş quran momentdə falan leysan yağır. Sumqayıtda sel sularında qalan heyvan son anda xilas olundu. Halal olsun da yəni. Dayı özü islanır, iti xilas eləyir. Bu yəni itdə can da yox deyə suda qalsa üzə biləndi. Heyvan da üzür, mənim ağlıma baxa bir. Nə suda qalsa ölə bilərdi. Bakı Mərdəkan. 3-cü ay, yəni 3-cü ay neçinci aydı ya? Hansı aydı 3-cü ay? Mart olmalı. Hə, Mart. Martın 28-i olub. İndi error verirəm arada. Ay ya, nə pis olub bə. Hayıf oldu da yəni. Hovuz idi, neydi o? Torpaq sürüşməsinə falan bax. Allah uzaq eləsin. Bu nədir qaqa? Hələ evlər falan dağılmasın. Aşağıda da nə qədər obyektlər, bina falan var. Bütün su olacaq hamısı. O yüzden momentində çəkiblər. Gözləyiblər ki, çöksün, sonra video çəksinlər. Bu zabordur nədir? Bunun altı nə pis çöküb hə. Ümumiyyətlə daharda nəsə tikiləsi şey deyil. Nəsə tikəndə gərək qabaqcadan bunları nəzərə alıb tikəsən. Gör başım çıxır da mənim də laf elə güclü bilənlərdənəm. Sədərək şirniyyat. Ne bileyim ala. Bu ne hayat? Həqiqətən bu nə həyatdır? Bu ne hayat? Suyun içindəki quşdur, nədir o? Sədərəkdə hal qalmayıb qaqaş. Bütün alma, armud tam suyu içindədir qaqaş. Bu nə də şükür. Biraz da davam eləsə yayda dənizə Müşfiqabad sahillərinə gedəcəyik. Doğru gittiğimizden emin misin? Çok Kamazlar falan da batıb, maşınlar da batıb. Yəni lap belə gözləmirdim mən. Mən heç bunları yəni qabaqcadan görməmişəm. Düzdür, TikTokda çıxır deyə lap belə maşınları falan batan yerdə görməmişəm. Belə torpaq sürüşməsi falan görmüşəm. Belə maşınları batan yerdə görməmişəm. Bütün avtobuslara falan baxın. Maşının içi dolar qaqa suyla. Yəni görəsən suyun içində maşın hərəkət eləyə bilmir, yoxsa xarab olur, nədir? Çox maraqlı gəlir mənə, yoxlamaq olar. Allah qorusun. Bu su yəni bütün dünyanı bürüyər. Dünya dairəvidir, su dünyanı bürüyə bilməz. Ağla bax. İl boyu götür-qoy eləyəndən sonra Bakı. Bakıda bu hadisə olmayıb yəni.
Bura hələ yaxşı yağıb, yəni maşınlar tam da batmayıb. Bəzi yerlərə çox düşüb, bəzi yerlərə az. Yağış sularının altında qalmış heyvan sığınacağı. Camaat ayaqlarına klok keçirib hərəkət eləyirlər. Heç bir nəfər də yoxdur. Heyvan sığınacağında niyə az heyvan var? Çox az heyvan görünür. Bunlar qalıb təkcə yəni burada. Video çəkmə əvəzinə məncə xilas eləmək lazımdır. Ümumiyyətlə suyun altında qalmış insanlar da ola bilər. Həyat deyə bilmək olmaz ki, başımıza hadisələr gələcək. Allah özü kömək olsun. Camaat suyu içində kef eləyir valla. Yağmayıb birdən yağması pis olur. Vaxt var idi yayda bizim kənddə camaat su tapa bilmirdi. İndi su aşıb daşacaq. Dəhşət yağış yağdı Bakıda, evlər su altında qaldı. Evə baxın bir dənə ağzına kimi sudur. Bu realdır məncə, bu süni intellektə oxşamır. O neçədə nə ev su altında qalıb? Qaqa, bu nə deməkdir? Bu nə olan şeydir? Bu nə vaxtın videosudur? Bunu təzə paylaşım eləyiblər, ancaq ki, lap belə yoxdur daha. Başlarını qaldırma, olar məni yandırma. Turbanın üstü ilə getmək olar. Əla fikirdir. Qaqa, çəkmə girəsi yer deyil ora. Çəkməyin içi də dolubsuna. Ümid eləyirəm keçmişsiz sağ-salamat. Qaqa, adam da o gedir. Çətirə bax, çətir adamdan qabaqda gedir. O nəcəb kömək eləyən yoxdur. Yəni, bu sellap boğadı güclüdür. O 2 nəfərdir hətta. Bu nə vaxtın videosudur. Bunu təzə paylaşıblar, amma ki, təzəyə oxşamır. Yəni, bu cür bir şey olsa televizorda hər halda göstərərlər. Oyda, nə pisdir ya bu. Əsl xəstəlik deyə valla. Necə maşınlardan falan kömək eləyənlər yoxdur. Maşınlar heç hərəkət eləyə bilmir. Nə köməyi? Müəllim hazırlığa gəl deyər. Belə havada hazırlıq mı olar qaqa? Сейчас очень лейсан, сейчас начинается фортуна. Будьте осторожны, завтра детей метей на улице. Zaboru ilə getmək olar ha. Yıxılmasan da, yəni. Yıxılmasan getmək olar. Videonu çəkən necə keçib görəsən qabağa? Ən yaxşı yol deyim nədir? Bu yolu keçmənin. Arxaya qayıtmaq. Yəni ki, uşaq vaxtı biz yəni məktəbə çəkmə falan geyinirdik də. Nə qədər utansaq da belə havalarda geyinib gedirdik. Ayda güllü çəkməm yadıma düşdü. Сейчас очень лейсан, сейчас начинается фортуна. Будьте осторожны, завтра детей Özdə yağış yağma metdə çəkilib bu. метайте, пожалуйста. Сейчас ildırım çakır. Сейчас göydən ildırım çakır. Göydən ildırım çaxır. Mənə kimi danışdı. Şükür Allaha videolarımız bitdi. Həqiqətən də adam baxıb pis olurdu. Yəni insanlar evləri falan qalıb suyun altında. Allah özü köməkləri olsun. İnşallah ümid eləyirəm bir daha belə şeylər olmaz. Yəni ümumiyyətlə hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır. Nə cür? Çünki insanlar evlərini tikəndə əsas evdir də, yəni insanı su aparmağı iş nədir? Hardasa yəni gedib özünü xilas eləyə biləcəksən, amma evin su altında qalması bir 40-50 minlik evin ən aşağısı deyirəm. Oca daha təmiz ziyandır. Evin divarlarının çökməsi, torpaq sürüşməsi, binaların, obyektlərin su basılması, insanların nə bilim pomidor falan qalmışdı su altında. Gördünüz də oca təmiz ziyandır. Allah uzaq eləsin deyirik. Bu arada belə bir video çəkmə qərarına gəldim. Çünki həqiqətən videolardan xəbərim yox idi. Of işte. Yenə deyirəm Allah özü kömək olsun. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz.